ispadan yuqarı deyil, ancaq tərəkkəm ritmi adlanır. Bu sağananın 55 yaşı vardı. Bu gördüyümüz il yarımın uzudur. Öncədən biz nağaranın üzünü hazırlamaq üçün deməli simi bizim dəzgahımız var. Orada əyirik. Hər razmez, yəni hər ölçüdə nağaranın hər ölçüləri olur. 32, 33, 34, 35, 36. Hər ölçüdə deməli əyəndən sonra nağara böyük olduqca, yəni nağaranın həcmi böyüdükcə bu qırmaqların sayı da çoxalır. Yəni böyük davullarımız var, bıçaq burada davullarımız var. Bunlara 11 sayında deməli hərəsindən 11-10 hesabı ilə 20-22 dənə bu qırmaqlardan istifadə olunur. Şölələr qoyuruq. Bu simi deməli arxa hissəsinə bu qaydada deməli ki yapışdırıcı vururuq. Deməli burada bizim bu belə bir nağaramız var. Dünən hazırlamışam Kəngərli rayonuna sizə göstərə bilirəm. Belə bir alətimiz var. Yəni ansambulda mənim özümün nağara çalanlar ansamblım var. 30 ilə yaxındır ki, ansamblını bədii rəhbəriyəm. Baldan istifadə edirik. Adımız deməli dəri bu qaydada hasilə gəlir. Bu sağananın 55 yaşı vardı. Biz yenidən bərpa edirik. Bunun üstünə yeni bir rəng ya da vinillərdən istifadə edirik. Bu qayda nağaramız hasilə gəlir. Şu nağaram da özüm təbii dəridir və nağaram demək istədimdən sonra Allah can sağlığı versin. Bugün axşam ya da sabah səhər bu davulumuza, bu davulun üstünə çəkəcəyəm. Qədim musiqi aləti olan nağara zərb alətləri silsiləsində nağara alətini təbliğ edirik və onun simasında əsas biz hazırlayırıq deməli bunlarda davuldur, laxqutudur, zınqırovlardır, şaxşaxlar, şıxşıxlar, deməli davul, dumbul, dümbək, qabal, zərb alətinə zərbdir, qoşa nağaradır, qabalın. Azərbaycana məxsus olan 6-8 ölçümüz var. Buna biz Naxçıvanda 3 badan yuqarı deyil, ancaq tərəkkəm ritmi adlanır. Yəni bizim bu əsas toy mahnıları havasının ritmidir. Deməli mən 30 ildən çoxdur, hətta biri deyim ki 35 ildən yaxındır. Çünki atamın sənətidir, mən onu davam elətdirirəm, o irsi yaşadıram. Və mən tövsiyə edirəm ki, bu qədim musiqi alətimiz olan zərb aləti, nağara alətini bundan sonra da, bundan gələn nəsillər də yəni layiqincə yəni təbliğ eləsinlər, ötürsünlər nəsildən nəsilə, deməsinlər, mənfur qonşularımız deməsin ki, yəni nağara aləti, zərb aləti bizdir. Xeyr, elə deyil. Zərb aləti qədim musiqi alətidir. Azərbaycan deməli incə sənətin döyünən ürəyi, ritmi, pasportudur deyək, bu cürədir. Və sizə qaytağı ritmində göstərir.